Əski çağlarda Oğuz elində Dədə Qurqud adlı bir ozan vardı. Ulu Tanrı onun könlünə sav salmışdı. Gizlin, qapalı hər nə ona gün kimin aydın idi. Nə söyləsəydi çin çıxardı. Dədə Qurqud belə söylərdi. Əcəl vaxtı çatmayınca kimsə ölməz. El oğlunu bəsləməklə oğul olmaz, böyüyəndə atıb gedər, gördüm deməz. Əski pambıq bez olmaz, əski düşmən dost olmaz. Dəyərli izləyicilər, sizə Dədə Qurqud Oğuznaməsindən bir qısaca Basat və Təpəgözün nağılından bir qısa sizə söyləmək istərdim. Zaman o zaman olur ki, Təpəgöz Oğuz elində qırğın salır, Oğuz elini aradan aparır. Arus bəylə belə qərara gəlirlər ki, hər gün 500 dənə qoyun, bir dənə adam gətirərlər və Təpəgözə verərlər. Təpəgöz bunları yeyib və sümüklərin üst-üstə qallaqlayıb, oturmuşmuş sümüyün yanında və qarğa da kəllələri bir-bir dığırladırmış, Təpəgöz də götürüb bunları bir-bir adlarını deyirmiş ki, bu kimdir, bu kimdir? Göstəriş üçün birinə baxır, deyir, bu Qara Günədir. O birisini atır buna, deyir, bu Səlcuqdur. Qarğa buna deyir ki, Təpəgözə deyir ki, Səlcuq ki, sənin qardaşın idi, ona niyə qıydın? Deyir, qarın qardaşdan irəlidir. Məncə, bizim çağlara can bu söz gəlib çatıbdır. İndi bu deyim indi də vardı ki, bizim ellərdə deyilir ki, qarın qardaşdan irəlidir. Sonra Dədə Qurqud Basat adlı bir Arus bəyin oğlu ki, itirmişdilər və sonra gedib onu aslanlar böyütmüşdü. Arus bəyin gəlir, Arus bəyə deyir ki, Oğuz elini qurtarmalısan. Arus gəlir, bu dastan çox, nağıl çox bir uzun bir nağıldır, ancaq qısaca istədim ki, sizin qulluğunuza bu Oğuznamədən Dədə Qurqudun yaratdığı bu həmasədən sizin qulluğunuza çatdıram. Basat gəlir, Təpəgözü öldürür və Oğuz elini qurtarır. Və beləliklə bir qəhrəmanlıq dastanı, necə ki, tarixdə bizim Manas, Oğuzxan, Bilgə Xaqan, Mətəxan və Basat kimi bizim qəhrəmanlarımız olubdur və olacaqdır. Sağ olun, sağlıqla qalın, əsən qalın. Göy meşədən dərdikdən yağ çiçək, bəyaz-bəyaz varaqlara dərdikdən yağ çiçək, birdən-birə ağ-əllərlə gözəlləşdin ağ çiçək. Ağ-əllərdə elə bil ki, ağacləşdin ağ çiçək. Çiçək, çiçək, ağ çiçəyim, ömrümə bəzək, ağ çiçəyim, çiçək.